Bugün bir neçə dəqiqə davam edən yağış Xırdalan şəhərində acınacaqlı vəziyyət yaradıb. Yağışın yağmasıyla şəhərin Həsən Əliyev küçəsindəki kanalizasiya xətləri daşmağa başlayıb. Nəticədə kanalizasiya suları 120-nin dairəsi adlanan yolu və ətrafını basıb. Ərazidə nəqliyyatın hərəkəti çətinləşib. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda suyun kənarlaşdırılması istiqamətində işlər görülür. İntensiv yağışlar nəticəsində bugün Abşeron rayonunda bəzi daşıyıcı kollektorlar normadan artıq yüklənilib və baxış quyularında dolub daşma baş verib. Hazırda suyun kənarlaşdırılması istiqamətində gücləndirilmiş iş rejimində çalışırıq. Yaxın saatlarda məsələ tam olaraq həllini tapacaq.